Salam əziz izləyicilər. Deməli, 2026-cı ildə MİQ imtahanında informatika fənnindən belə bir sual düşüb. Şimdi sualın izahını verirəm. Sualımız, deməli, əvvəla sualı diqqətlə oxuyaq. 160/1024 pikseldən ibarət olan qrafik təsvirin həcmi 120 kilobaytdır. Hər bir pikselin kodlaşdırılmasında eyni sayda bitdən istifadə olunur. Və rəng kodunda hər iki bit üçün bir nəzarət biti təyin olunur. Bax, məsələnin bu hissəsinə qədər biz artıq dəfələrlə bu tipli məsələlər işləmişik. Amma burada fərqli olan cəhət odur ki, hər iki bit üçün bir nəzarət biti. Artıq biz nəzarət bitini eşitməmişik. Yəni, testlərimizdə eşitməmişik, görməmişik. Ona görə burada bir dayanıb düşünmək lazım idi. 2 bit üçün bir nəzarət biti nə deməkdir? Yəni, bunun izahını verəcəm. Gəlin, məsələn, bax, bu tanış olan hissəsini həmişə bildiyimiz qaydada işləyək. Deməli, biz qrafik kodlaşdırmada həcmi necə tapırdıq? Həcm düsturu A vur B, I. Burada V həcm, A, B piksellərin sayı, I rəng dərinliyi idi. Həcmimiz var, piksellərin sayı var, yerinə qoyaq. 120 kilobayt bərabərdir A, A-nın yerinə nə yazırıq? 160 vur 1024 vur I. Bilirik ki, I həmişə bitlə ifadə olunur. Və biz tapşırıq işləyəndə həmişə nə etməliyik? Vahidləri eyni vahidə gətirməliyik. Ona görə də 120 vurulsun 2/13 kilobaytdan bitə keçdim. 160 vur 1024 vur I. Buradan I-ni tapmaq üçün I bərabərdir 120 vur 2/13 160 1024. 24 də gəlin yazaq 2-nin qüvvəti şəklində 2/10. Buradan bunlar qısar getsə qalacaq 6 bit. Deməli, I üçün biz 6 bit aldıq. Məsələn, burana qədər işlədik. Şimdi davamını oxuyuram. Rəng kodunda hər iki bit üçün bir nəzarət bit təyin olunur. Bax, təsəvvür edin ki, sinifdə 30 şagirdiniz var. 30 şagirdə nəzarət eləmək üçün aralarından bir nəfər sinif nümayəndəsi seçirik. 30 şagirdin içərisində. Bax, bu hər iki bit üçün bir nəzarət biti də bu 6 bitin içərisindən seçilir. Yəni, burada həm rəngləri kodlaşdırmaq üçün istifadə olunan bitlər var, həm də nəzarət bitləri var. Bax, həm rəng üçün istifadə olunan bitlər burada var, həm də nəzarət biti. 6 bitin içərisindədir. İndi 6 bitin 2 bitinə bir nəzarət biti, 2 bitinə də bir nəzarət biti təyin olunur. Yəni, 2 bitə bir bit nəzarət edir, bu 2 bitə də bir bit nəzarət edir. Və burada cəmi, bax, 2, 2, 1, 1, 6 bit var. Gördünüz, 6 bitin içərisində deməli 4'ü rəng çalarıdır. Rəng çalarlarına kodlaşdırmaq üçün istifadə olunur. 2 biti də nəzarət biti üçün nəzərdə tutulur. Bu nəzarət bitlərinin rəng çalarlarına heç bir aidiyyatı yoxdur. Bizə lazım olan, bax, bit sayı bunlardır. 2, 4 bit. Biz rəng çalarlarını hansı düsturla tapırdıq? Ya böyüyən yazırdıq, ya da belə yazılır. Rəng çaları bərabərdir 2/i. Burada da 2-nin qüvvətinə 4 yazırıq. Rəng çalarları bərabər olur 2/4. Bu da olacaq 16. Cavabımız olur 16.